فَلَا تَحْسَبَنَّ اللّٰهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ Allahın öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. İnnəllâhe azîzun zuntiqam. Həqiqətən Allah qüdrətlidir, intiqam almağa qadirdir. يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq. وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ Və insanlar tək olan, hər şeyə qalib gələn Allahın huzurunda duracaqlar. وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ O gün günahkarları zəncirlənmiş görəcəksən. سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَى وُجُوهَهُمُ النَّارُ Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. لِيَجْزِيَ اللّٰهُ كُلَّ نَفْسٍ مَا كَسَبَتْ Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. İnnəllâhe səri'ul hisab. Həqiqətən Allah tez haqq hesab çəkəndir. Həzə bələğun linnəsi və liyunzəru bih. Bu Qur'an insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ həm Allahın tək ilah olduğunu bilsinlər, وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.